Salam əleyküm, mən Orxan Ələsgərov, memaram, həm də Xpeng G9-un sahibiyəm. Sizə bugün Xpeng təcrübəmdən danışmaq istəyərdim. Deməli, salona girəndə, mənə birinci növbədə dediyim kimi P7 modeli daha çox maraqlı oldu xarici dizaynına görə. Yaxşı, qəşəng yaşıl rəngi var idi, parıltılı. G9-un salonuna mən vuruldum. Çünki bir memar olaraq bütün detallara diqqətlə yanaşıram. Baxdım, gördüm ki, bu tikişlər ideal formadadır. Qara xrom detallar bu hissəsində. Bu hissəsində Dinaudio'dan olan dinamikların işləmələri, bir fokusa yığılmış yumru elementlər çox cəlb elədi məni. Deməli, salonda biz satış təmsilçisi ilə, Yusiflə baxdıq maşına və çıxdıq test drive'a. Əvvəl həyətdə biraz sürdük, sonrasa biz çıxdıq Babək prospektinə. Test drive'dan sonra qayıtdıq salona. Avtomobilin deməli texniki göstəriciləri ilə tanış oldum. Yürüyüş məsafəsi, şarjı, batareyası. Bu mənim ilk elektrik avtomobilimdir və mən çox razıyam. Deməli, məndən tez-tez soruşurlar, elektrik avtomobil necədir, Xpeng necədir, məsləhət görürsən. Mən əminliklə deyə bilərəm ki, elektrik avtomobili məsləhət görürəm, Xpengi məsləhət görürəm və özünüz onu bilmək üçün, avtomobilin xüsusiyyətlərini hiss eləmək üçün salona yaxınlaşın, test drive'a yazılın və özünüz hiss edin.